Salam. Artıq biz feildən növbəti yeni bir mövzuya keçirik. Mən feilin təsriflənən formalarını izah eləmişdim. İndi isə mövzumuz feilin təsriflənməyən formalarıdır. Feilin təsriflənməyən formaları şəxsə və kəmiyyətə görə dəyişməyən formalar hesab olunur. Yəni buna şəxs sonluqları əlavə eləyib hər hansı bir belə deyim də şəxslə ifadə edə bilmirik. Feilin təsriflənməyən formalarına məstər, feili sifət və feili bağlama daxildir. Qeyd elədiyim kimi bu təsriflənməyən forma şəxsə və kəmiyyətə görə dəyişmir. Eyni zamanda feillə yanaşı ikili xüsusiyyət daşıyır. Yəni iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır. Məsələn, bunlardan birincisi məstərdir. Məstər həm feilin, həm ismin xüsusiyyətlərini daşıyır və maq, mək, bəzən də mağ şəkilçisi ilə formalaşır. Bu şəkilçiləri görəndə bilmək lazımdır ki, bu məstərdir. Məstərin feilə aid xüsusiyyətləri var. Eyni zamanda məstərin ismə aid xüsusiyyətləri var. Bunları təhlil edək, baxaq nədir. Məstərin feilə aid xüsusiyyətləri odur ki, hərəkət bildirir. Məsələn, oxumaq. Təsdiqdən inkar olur. Yazmaq, yazmamaq. Feilin müəyyən qrammatik məna növündə olur. Görmək müəyyəndirsə, yəni məlum növdədirsə, görülmək məhsul növdədir. Dördüncü qayda bizə lazım deyil. Dördüncü qaydanı mən sintaksin tədrisində qeyd edəcəm. Sonra növbəti, məsələn, məstərin ismə aid xüsusiyyətləri var. Ad bildirməsidir. Yəni burada artıq əşyanın deyil də hərəkətin adını bildirir. Nə sualına cavab verir? Yaşamaq, nə? Yaşamaq, nə etmək? Yaşamaq. Hallanır, baxmaq, baxmağın, yəlikal şəkilçisi qəbul edib. Məsuliyyətə görə dəyişir. Mənim baxmağım birinci şəxsin təkinin məsuliyyət şəkilçisini götürüb. Oxumaq üçün qoşmalarla işlənə bilir. Və yadda saxlamaq lazımdır ki, yalnız üçüncü şəxs təkinin xəbərlik şəkilçisini qəbul edir. Oxumaqdır. Məsələn, oxumaqdır. Oxu sözün kökü, maq məstər şəkilçisidir, şəxs sonluğu. Yalnız üçüncü şəxsin təkinin xəbərlik şəkilçisindən ifadə oluna bilir. Bu bizim məstərə aid xüsusiyyətimiz. Feili sifət həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Məsələn, feili sifətin feili aid xüsusiyyətləri zaman mənasını bildirməkdir. Sonra yazmaq, yazmamaq. Bu zaman mənası ifadə etmək indi daha geniş ifadə edəcəm. Yazmaq, yazmamaq. Təsdiq inkarda oldu. Müəyyən məna növündə ola bilər. Burada bir də xəta var. Mən bunu qeyd edeyim. Müəllim yazanda xəta yəni qeyd edib burada. Bu maq məstər şəkilçisidir. Yazan olmalıdır burada. Yazan, yazmayan şəklində. Yazmış, yazmamış, anmış bu şəkilçilərdən biri olmalıdır. Və qrammatik məna növündə ola bilər. Məsələn, tutaq ki, yazmış, yazılmış. Artıq yazmış burada belə deyək, məlum növdə olduğu halda yazılmış məhsul növdədir. 4 dediyim kimi lazım deyil. Mən bunu sintaksisdə qeyd edəcəm. Sonra feil sifətin sifətə aid xüsusiyyəti əşyanın əlamətini bildirmək, yəni hansı sualına cavab verməkdir. Yazılmış kitab hansı kitab? Necə, nə cür, hansı suallarına cavab verməkdir? Aid olduğu isimdən əvvəl gəlməkdir. Məsələn, tərəf isimdir, razılaşan tərəf aid olduğu isimdən əvvəl gəlib. Cümlədə təyin vəzifəsində iştirak eləyir və xəbərli şəkilçisi qəbul eləyib ismi xəbər olur. Məsələn, keçəndir sözündə burada müşahidə eləsəm, keç sözün köküdür, annen feil sifət şəkilçisidir, dir bizdə şəxs sonluğu, yəni xəbərli şəkilçisidir. Feili sifətin şəkilçiləri hansılardır? Feili sifətin şəkilçilərinə daxildir mış, dıq plus mənsubiyyət şəkilçisi, an, acaqmalı, ası şəkilçiləridir. Bayaqları burada qeyd olunmuşdu ki, zaman mənasını bildirir. Mən də dedim, bunu izah eləyəcəm sizə, bu nə deməkdir? Yadda saxlamaq lazımdır ki, bu mışla dıq keçmiş zaman məzmunlu bizdə feili sifət yaradır. An, an. Bax, bunu fərqli rənglə qeyd edeyim. An. Bizdə indiki zaman məzmunlu feil sifət yaradır. Və yerdə qalan acaq asınmalı, bunlar isə gələcək zaman məzmunlu feil sifət yaratmış olur. Bir detalı yaxşı bilmək lazımdır ki, bu şəkilçilər amonimlik səciyyəsi daşıyır. Məsələn, tutaq ki, götürsək malı şəkilçisi. Həm feilin vacib şəklidir, həm də feil sifət şəkilçisidir. Necə fərqləndirmək lazımdır? Feili sifət dedik ki, ikili xüsusiyyət daşıyır.
Yəni iki dənə nitq hissəsinin xüsusiyyətini daşıyır. Məsələn, baxın, təhlil eləyəndə oxunmalı kitab, kitab nə kitab, necə kitab, oxunmalı kitab və yaxud nə etməli kitab, oxunmalı kitab. Həm necə, həm nə etmək, yəni həm feilin, həm də sifətin sualına cavab verirsə, bu feili sifət olur. Amma dərslərini oxumalıyam, nə etməliyəm, oxumalıyam. Yalnız nə etmək sualına cavab verirsə, bu artıq feilin vacib şəkli olur, yəni feil olur. Bu bütün bu 4 şəkilçi üçün keçərlidir. Birini nümunə göstərdim, amma hamısı üçün keçərlidir. Növbəti feili bağlamadır. Feili bağlama bizdə həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Feili bağlamanın zərflə ortaq xüsusiyyətləri və feillə ortaq xüsusiyyətləri var. Feillə ortaq xüsusiyyəti odur ki, hərəkət bildirmək xüsusiyyəti daşıyır. Baxdıqca, baxmadıqca təsdiqdə inkarda olur. 3-ə ehtiyac yoxdur. Sintaksin terminində sintaksisdə qeyd eləyəcəm. Feili bağlamanın zərflə ortaq xüsusiyyətləri də özündən sonra gələn başqa bir feilə aid olur. Məsələn, gördü, nə etdi, gördü, nə vaxt gələndə. Gələndə feili bağlaması gördü hərəkətini izah eləyir. Sonra hərəkətin tərzini, zamanını, səbəbini bildirə bilər və necə, nə cür, nə tərzdə suallarından birinə cavab verə bilər. Feili bağlama şəkilçiləri burada mövcuddur. Feili bağlama ıb, araq, aa, madan, mamış, anda, dıqda, arkən, ınca, dıqca, armaz. Bunların hər biri bizdə feili bağlama şəkilçisi hesab olunur. Və məsələn, bircə dənə sizdə burada qaranlıq qalan detal ola bilər ki, ıb şəkilçisi amonimlik səciyyəsi daşıyır. Həm keçmiş zaman şəkilçisidir, həm də feili bağlama şəkilçisidir. İndi sual verə bilərsiniz ki, bunu necə fərqləndirəcəm? Məsələn, yazıb baxdım. Necə baxdım? Yazaraq baxdım. Əgər siz, bax, bu vacib qaydadır və imtahanda çox istifadə olunur bu qayda. Yəni bu sual ümumiyyətlə pik nöqtədə düşən bir şeydir. Ib siz araqla əvəz eləyə bilirsinizsə, araqla, dıqca ilə, yəni hər hansı istənilən bir feili bağlama şəkilçisindən əvəz eləyə bilirsinizsə, amma ən çox burada araq daha xüsusi əhəmiyyət təşkil eləyir. Bilin ki, bu feili bağlama şəkilçisidir. Yox, əgər əvəz eləyə bilmirsinizsə, artıq avtomatik bu bizdə keçmiş zaman şəkilçisi hesab olunur. Bu bir feilin təsriflənməyən formalarıdır. Feilin təsriflənməyən formalarda konkret şəkilçilərindən tapılan bir detaldır. Məntiq aspektdə çox toxunulmur. Sadəcə bizə vacib olan, məsələn, bizdə heç vaxt feili bağlamanın feillə və yaxud zərflə ortaq xüsusiyyətlərin, fərqli xüsusiyyətlərin imtahanda soruşmur. Bizdə məstər feil sifət feili bağlamanın tərkibi soruşa bilər ki, o da nadirən düşür. Düşəndə daha çox, məsələn, tutaq ki, zərfli verir, deyir, zərflinin ifadə vasitəsi nədir? Feili bağlama ola bilər. Və yaxud mübtəda verir, mübtədanın ifadə vasitəsi nə ola bilər? Feil sifət ola bilər. Yəni düşəndə daha çox bu sual tipləri ifadə vasitələri ilə bağlı düşür və dediyim kimi şəkilçiləri əzbərləmək bizim üçün kifayətdir.